Buradan bir dənə video çəkirəm. Buradan deyirəm. Mənə atançılıq eləyənlər, oğurluq eləyənlər, hamımızı birinci gün verəcəm lazım olan yerə. Adlarını çəkəcəm ki, kimlərin adını verəcəm ora. Quba rayonunun Səbətlər kəndinin sakini, 1991-ci il təvəllüdlü Hacıyev Təbriz Ağabaloğlu, bir də onun dayısının ikinci yoldaşı, 1974-cü il təvəllüdlü Qasımova Qənirə Hüseyin qızı, sən mənim Təbrizə yönələdin, məni bədbaxt elədin. Bir də Elburusun yaxasın, Təbrizin qardaşının, Təbrizin qardaşı arvadı Sevincin yaxasın. Buradan bir də mənə inəyimi aparıb 2013-cü ilin yanvar ayının 26-sında İsmail rayonunun Mirzəfətəli Axundov küçəsi nömrə 4-də yaşayan inəyimi aparıb pulun verməyən Xəlilov Yaşar Sanif oğlu, sən onun yaxı baxma ki, sulka agentsən. Bir də yanında gətirdiğin Yengon, Əli-Bayrəmlinin Çılpaqlı qəsəbəsinin sakini, 1990-cı il təvəllüdlü Zərbəliyev Nicat Səməndəroğlu. Sənin yaxoyu bir də Şirvan şəhərindən İsmailiyə gəlib. Nicatı müdafiə eləyən Xəqani adında polisi ki, şikayətimə baxmadı, 150 manat pulumu alıb. Mənə vermədi Nicatdan, Zərbəliyev Nicat Səməndəroğlundan. Bir də verəcəm yaxası İsmail rayonunun Qalınçaq kəndinin uğru sakini, 1000 manat pulumu öyümdən uğrayıb aparan, namaz təsbihimi aparan, bütün öyümün əşyaların uğrayıb aparan, mənə 40 min manatlıq ziyan vuran, Qalınçaq kəndinin sulka agent işləyən uğru, narkoman sakini, Kərimov Seymur Oqtayoğlu, qardaşı, Əmrün Takarı eləyən Kərimov Elnur Oqtayoğlundan, Kərimov Sənan Oqtayoğlundan, Seymurun Ugey dədəsi, 1975-ci il təvəllüdlü Məcidov Mayıs İlyazoğlundan, bir də ki, Seymurun anası İfritə, köpək, uğru, meşələrdə cəmaatın odunun uğruya, iplərdən tuman uğruya, Kərimova Züleyxa Sərxan qızından, bir də ki, Bakı şəhərində 1977-ci ildə anadan olmuş, mən Prezident İlham Əliyevin can güdəniyəm deyən, dədəm Ramil Usubovun yanında rəis işləyir deyən Hüseynov Füzuli Hümmətoğlundan 250 manat pulumu, telefonumu, sənədlərimi qaytarməsə, bir də Bakının Binəqədi rayonunda rəis işləyirdi. Dedilər, sonra çıxıb Elşən Aydınoğlu Qarayevdən, ya özü ödəsin Elşən Aydınoğlu Qarayev, ya Füzulini tapsın, Füzulinin mənə vurduğu ziyanı Füzuliyə ödəsin. Bu adların çəkdiyim insanlar mənə vurduqları ziyanı ödəməsələr, birinci gün, baba bu birinci gün, bugün 5-ci gündür, sabah 6, biri gün bazar. And içirəm Allahın bir adına ki, promoy lazım olan yerə zəng eləyəcəm. Onları müdafiə eləyən insanların da, oğruları, əyriləri müdafiə eləyənlərin də yaxasını ora verəcəm özlərinin də. Sonra məndən incinməsinlər. Ya onlar ödəsin, ya o dəllallara ödətsinlər. Bir də mənim itlərimi öldürər, aşağı başda yaşayan baş narkoman 1995-ci il təvəllüdlü Əl-Ağalı Şahin Vaqif oğlundan. Bunların yaxasını lazım olan yerə verəcəm. Nə hədə qorxu gəlmirəm, nə qorxutmuram. Bax, hamısı bunu bilsin. Mənə vurduqları ziyanı, adın çəkdiklərim ödəsin. O Trans Şahindəki var, Əl-Ağalı Şahin Vaqif oğlu. Mənim itlərimi ki, öldürdüyə namusuna sataşırdı. Həmən o formada it tapıb mənə verməsə yaxası. Birinci günə kimi bu işlər həll olunmasa, birinci gün mən lazım olan yerə məlumat verəcəm. Bu qədər eşidun, bu oğruları müdafiə eləyənlər, hamımızın yaxozu verəcəm lazım olan dediyim yerə, onda yalvarmın, yaxarmın, minnətə gəlmın.